Azərbaycanda BMT-nin bir sıra ofisləri ard-arda fəaliyyətlərini dayandırdıqlarını elan edirlər. Artıq BMT-nin 4 təşkilatı, İnkişaf Proqramı, Əhali Fondu, Qaçqınlar üzrə Ali Komissarlığı və Uşaq Fondu, UNICEF, Azərbaycanda ofislərinin bağlanması barədə rəsmi açıqlama yayıb. Rəsmi Bakı bu addımı atmasını yeni reallıqların yaranması, köhnəlmiş təşkilatlarla əməkdaşlığın effektivliyini itirməsi ilə izah edir. İctimaiyyət xadimləri və beynəlxalq ekspertlər isə fərqli düşünür. Human Rights Watch İnsan Haqları Təşkilatının Avropa və Mərkəzi Asiya şöbəsinin direktor müavini, keçmiş Sovet İttifaqı ölkələri üzrə ekspert Rachel Denber deyir ki, Azərbaycanda BMT ofislərinin bağlanması insan hüquqları ilə birbaşa və ya dolayısıyla bağlı olan hadisələr barədə müstəqil məlumatın və nəzarətin azalması deməkdir. Qurumların bağlanması hökumətin artıq bütün müstəqil informasiya mənbələrini boğmaq və ya fəaliyyətsiz hala gətirmək üçün əlindən gələni etdiyi bir kontekstdə baş verir. Bu o deməkdir ki, digər beynəlxalq qurumlar bəzi insan hüquqları ilə bağlı məsələlər barədə məlumat toplamaq üçün daha da çox səy göstərməli olacaqlar. Eyni zamanda bu, təşkilatların proqramlarından istər humanitar yardım, istər inkişaf, istərsə də yoxsulluğun azaldılması sahəsində faydalanan insanlar üçün imkanların azalması deməkdir. Tarix elmləri namizədi Altay Göyüşovun fikrincə, Azərbaycan hökuməti 2-ci Qarabağ müharibəsində qazanılan qələbəyə baxmayaraq, xalqın sosial problemlərdən narazılıq etməyini, tənqidi fikirlərin yenidən baş qaldırmağını qəbullana bilməyib və buna görə də sürətli şəkildə repressiyalara, qapanmalara üz tutub. O deyir ki, hazırda dünyada baş verən qarışıqlıqlar da hökumət üçün bu yolda fürsətə çevrilib. Sözdü hadisələri, dalıncan indi yaxınlarda inişli hadisələri, ümumiyyətlə tənqidi səsin təzdən çıxmağa başlaması, o müharibə dövründəki o birlik yoxdur. Cəmaatın tənqidi səsinin meydana çıxması bu hakimiyyəti ona vadar elədi ki, yox, tez bütün bu hər şeyin qarşısını almaq lazımdır, tez repressiyalar həyata keçirmək lazımdır. Çünki bunlar yavaş-yavaş artıq yenidən danışmağa başlayır. Ümumiyyətlə, dünyada vəziyyət qarışıb. Bilirsiniz, Rusiyada müharibənin önündə Fələstin-İsrail münaqişəsi. Bu qatma qarışıqlıqdan istifadə edərək hakimiyyət sadəcə olaraq o belə deyək də vəziyyətdən yararlanıb tamamilə hər şeyi qapatmaq, özünün mütləq hakimiyyətini daha da möhkəmləndirmək yolu tutur. Bu ilin martında Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisi də Azərbaycan hökumətinin bu ölkədəki nümayəndəliyini bağlamaq niyyəti haqqında məlumat vermişdi. Hökumət hesab edir ki, komitənin Azərbaycanda fəaliyyətini zəruri edən səbəblər artıq aradan qalxıb. Rachel Denber'in fikrincə, müharibə başa çatdıqdan sonra ölkələrin Beynəlxalq Qızıl Xaç Komitəsindən çıxmasını istəməsi qeyri-adi deyil. Lakin komitənin Azərbaycan hələ də Qarabağ müharibəsi ilə əlaqədar erməni əsirləri saxladığı bir vaxtda ölkədən çıxmağa məcbur edilməsi, onların həbsdəki şəraiti və yaxınları ilə əlaqə imkanları barədə narahatlıqları daha da dərinləşdirir. Hökumət bu təşkilatlara artıq ehtiyac olmadığını və onların fəaliyyətində nöqsanlar olduğunu iddia edir. Lakin aydındır ki, hökumət bu təşkilatları Azərbaycanda insan hüquqlarının pozulması riski ilə üzləşən şəxslərlə bağlı vəziyyətin daha az ictimailəşməsi və diqqət çəkməməsi üçün bağlamağı seçir. Azərbaycan hökumətinin əsaslandırmasına görə qapadılan qurumların artıq Azərbaycanda məşğul olacaqları bir iş qalmayıb və onların ofisinin fəaliyyət göstərməsinin də mənası yoxdur. Altay Göyüşov isə bu açıqlamaları bəhanə adlandırır və deyir ki, hökumətin əsas məqsədi ölkəni dünyadan tamamilə təcrid etməkdir. Hamısı sadəcə olaraq cəmaatı qapatmaq, cəmaatı daha da əsarətdə saxlamaq, cəmaatı daha çox mütləşdirmək üçün edilən işlərdir. Və bu bağlanmalar da, beynəlxalq təşkilatların bağlanması da sadəcə olaraq o məqsəd daşıyır ki, tamamilə bunların, belə deyək, tamamilə o mütləq olaraq bunların əlləri, qolları açılsın, nə istəyirlər eləsinlər, heç kim də bunlara heç edir. BMT-nin ölkədə ofisləri bağlanan təşkilatları Azərbaycanda 25 ildən çoxdur fəaliyyət göstərib. Bu təşkilatlar hökumətlə və digər milli və yerli tərəfdaşlarla birlikdə gender bərabərliyi, zorakılığa qarşı mübarizə, qaçqın və məcburi köçkün problemləri ilə bağlı əməkdaşlıq, əhali siyasətinin təşviqi və sair məsələlər üzrə proqramlar reallaşdırıblar.